Hamınıza salamlar, mən Nərgiz, kanalıma və videoma xoş gəldiniz. Bildiyiniz kimi ikinci blok imtahanında artıq cavabları açıqlandı və mən də qərara gəldim ki, bununla bağlı bir video çəkim. Dediyim kimi birinci blok imtahanında tarixi çox pis yazmışdım və bu videomuzun da əsas məqsədi tarix haqqında danışmaqdır. Birinci imtahanda 2 düz yazaraq tarixi 6.5 bal yazmışdım. İkinci imtahanda da çox ümidsiz bir şəkildə hazırlaşırdım. Daha doğrusu bir həftə hazırlaşmadım. Dedim ki, ümumiyyətcə qərar vermişdim ki, artıq tarix öyrənə bilmirəm. Tarix haqqında düşünmək, tarix müəllimi görmək, tarix testi görmək, tarix kitabı görmək, bunların heç birini istəmirdim. Bir həftədən sonra Günlarə müəllimə ilə tanış oldum. Çox təsadüfi bir şəkildə valideynimin qarşısına Instagramda çıxıb və onun səhifəsinə baxdıqda gördüm ki, çox zəif uşaqları götürüb onlara yüksək nəticələr yazdıra bilir. Günlarə müəllimə ilə əlaqə saxladıq və o qədər pozitiv, o qədər gözəl bir müəllimədir ki, mənə bir dəfə deyəndə ki, tarixdən 6 bal yığmışam, dedi ki, narahat olma, biz 30 gün, yəni 1 ay boyunca oxuyacağıq və nəticəmi sən çox qaldıracaqsan. Və mən 1 ay içində Günlarə müəllimə sayəsində tariximi 6.5 baldan 47.7 bala qaldırdım. Burada nəticələrimi yerləşdirəcəm, baxa bilərsiniz. Bəlkə də istədiyim ixtisasa qəbul olmağımın və blokda, ümumi blokda, yəni birinci blokla ikinci blok arasında mən 61 bal artırmışam və bunun 41 balı tarixə aiddir. Yəni mən bəlkə də Günlarə müəllimə sayəsində bugün İqtisad Universitetinə qəbul ola biləcəm. Mənim ən böyük arzularımdan biri idi UNEK-ə qəbul olmaq və birinci topladığım balla heç bir şəkildə nə istədiyim ixtisasa, nə istədiyim universitetə qəbul ola bilmirdim. Amma Günlarə müəllimə mənə o qədər böyük ümidlər verdi. Hər gecə biz onlayna qoşulanda bəzən elə olurdu ki, Ərəb-Xəzər müharibələri var. Hər birinin ayrı-ayrı illəri var. Mən hər dəfə onları qarışdırırdım və Günlarə müəllimə səbrlə hər dəfə məni yenidən saydırırdı. Uşaqlara qarşı yəni o qədər səbirli, o qədər mehriban, o qədər cana yaxın davranırdı ki, mən artıq tarixi yox, Günlarə müəlliməni sevməyə başladım və belə bir deyim də var ki, uşaq birinci fənnin müəlliminə, daha sonra həmin fənnə pərəstiş eləyir. Nəticə yəni öz gözünüzün qabağındadır. Tarix öyrənmə metodumu da biraz dəyişdirdim. Mən əvvəl tarix testləri görəndə bu testlərdən qaçırdım. Ümumiyyətcə birinci blok imtahanında da cəmi 15 dənə suala cavab vermişdim və bunlardan ikisi düz gəlmişdi. Tarix vərəqimi belə açanda o qədər böyük ümidsizliyi açmışdım ki, heç nə yaza bilməyəcəksən. Hətta soruşmağa başlayırdım ki, bir fəndən limit nə qədərdir? Məsələn, 0 yazsam nə olar? Mən 0 yaza biləcək həddə gəlmişdim tarixdən. Günlarə müəllimə tanıdığım heç bir müəllimə oxşamır. İşinə o qədər səbirlə yanaşırdı, bizim üzərimizdə çoxlu işləyirdi, yeri gələndə danlayırdı. Amma yəni, gördüyü iş həqiqətən də ortadadır. Tarix öyrənmə metodlarıma gəlsək, mən əvvəllər tarix dərslərini oxuyurdum üzündən, daha sonra testini yazmağa çalışırdım, amma o qədər yaxşı yaza bilmirdim, effektiv şəkildə işləyə bilmirdim. Ümumiyyətcə qəbul imtahanlarının üzünü aça bilmirdim və bilirdim ki, tarixi də imtahanda pis yazacağam. Amma artıq ikinci imtahana hazırlaşanda Günlarə müəllimə mənə dedi ki, yəni 1-2 dəfə oxumaqla kifayətlənmə, mövzuları öyrən, sonra öz-özünə danış. Və həqiqətən bu çox effektiv üsuldur. Öz-özünüzə ya da birinə öyrəndiyiniz məlumatları öyrətmək, ona təkrardan danışmaq çox yaxşıdır. Mən mamama danışırdım, mövzunu öyrənirdim, öyrənəndə gedirdim, onun yanında otururdum. Başlayırdım tarix oxumağa. Yəni mənim sayəmdə mamam AXC, 2-ci Dünya müharibəsi, Osmanlı, bunları yəni başdan ayağa hamısını bilir. Bəlkə mənim yerimə o imtahana getsəydi daha çox yazardı. Bu dərəcə artıq tarix kitabına hakimdir. Mövzuları öyrənəndən sonra birinə danışanda siz istər-istəməz başa düşürsünüz ki, boşluqlarınız hardadır, siz hansı hissələri daha zəif bilirsiniz və kitabı açıb yenidən baxanda, bir dəfə də sizdən onu müəllim tələb eləyəndə siz artıq onu tam şəkildə öyrənmiş olursunuz. Bir də müəllimə bizə, məsələn, bu günləri Uyğurları keçdi, keçən dərs Osmanlını keçib. Osmanlının testlərini bizə verirdi, amma Uyğurların dərsini soruşurdu. Beləcə mən bir yeni mövzu öyrənəndə İkinci dəfə artıq onun testlərini işləyirdim. Yəni testlər hər zaman bir dərs geridən gəlirdi və bu çox yaxşı idi ki, keçən dərs öyrənmişəm, gələn dəfə də təkrar eləmişəm və testlərini yazmışam. Mən başladım toplumun üzərində işləməyə və onun üzərində işarə eləməyə. Burada səhvlərimi də, düzlərimi də qeyd eləyirdim. Ümumiyyətlə, məsələn, səhvim olanda belə bu şəkildə qeydiyyat aparırdım ki, mən bu səhvi harada eləmişəm, hansı mövzuda boşluğum var. Və testi qayıdıb açanda, məsələn, görürəm ki, burada 29 dənə sual var. Uyğur dövlətinin testidir. Mən burada haralarda səhv eləmişəm, bu səhvi niyə eləmişəm, bu səhv kitabın harasındadır. Məsələn, Günlarə müəllimə də həmişə testi izah eləyəndə izah verirdi. Məsələn, görürdü ki, biz biraz şübhəli qalmışıq. O yenidən kitabı açırdı, deyirdi, nə isə filan səhifəni aç. Məsələn, atıram, səhifə
137-ni aç, həmin o 137-ci səhifədə ikinci abzasda bu şey yazılıb. Mən onu gözlərimlə görürdüm və insanda göz yaddaşı deyə bir şey var. Siz bir məlumatı ola bilər ki, eşidəndə daha yaxşı başa düşəsiniz, ola bilər ki, o məlumatı testdə tətbiq eləyəndə, amma gözlə görmək tamamilə fərqli bir şeydir. Yəni görürdüm və yadımda saxlayırdım ki, bu kitabın bu hissəsində idi, belə bir şey yazılmışdı. Əsasən çoxlu testlər işlədim və mövzuları təkrar elədik. Yəni təsəvvür edin ki, biz bir ay ərzində nə qədər mövzunu həm öyrəndik, həm də son günlər həmin mövzuları dərindən təkrar elədik. Və mən ikinci blok imtahanında səhv eləmirəmsə 15 ya 14 dənə suala cavab vermişəm. Sadəcə bunlardan biri səhvdir. Birində kodlaşdırmağı unutmuşam. Ən asan sualım bunlardan biridir. Yəni kitabçama yazmışam. Albaniyanın paytaxtı sualıdır. Amma orada yəni bütün suallara cavab vermirdim deyə kodlaşdırmada biraz səpələnmə formasında kodlaşdırırdım. Birini sadəcə kodlaşdırmağı unutmuşam. Yəni tarix bilənlər də bilir ki, bu çox asan, çox sadə bir sualdır. Yəni bunu unutmağım mənə həqiqətən çox pis təsir eləmişdi. Amma yəni mən orada 15 suala cavab vermişəm. Bunlardan da yalnız biri səhvdir. Qalan hamısı situasiya ilə birlikdə, yəni tam bal almışam. Yəni bu da odur ki, əgər mənim daha çox vaxtım olsaydı Gülnarə müəllimə daha çox mövzu keçə bilsəydim, mən digər mövzularda olan suallara da cavab verə bilərdim. Amma yəni təəssüflər olsun ki, bir ay ərzində maksimum bu qədər eləyə bildik. Mən çox təəssüflənirəm ki, Gülnarə müəllimə çox gec tanış olmuşam. Tarix elə bir fəndir ki, nə riyaziyyata bənzəyir, nə də coğrafiyaya bənzəyir. Yəni coğrafiyada da müəyyən qədər əzbərləməli olduğumuz şeylər var, amma tarix daha çox yaddaş tələb edən bir fəndir. Buna görə də tarixi öyrənəndən sonra mən bu mövzunu öyrəndim, artıq hər şey bitdi. Bu mövzunu əla bilirəm. Sual düşsə 100% yazsam, elə bir şey yoxdur. Yəni siz oturub o mövzunu dəfələrlə təkrar eləməlisiniz ki, o mövzu yenidən sizin yaddaşınızda daha yaxşı qalsın. Mən hər dəfə təkrar eləyəndə hiss edirdim ki, bu mövzunu artıq daha yaxşı öyrənmişəm. Bu mövzu artıq yadımda daha yaxşı qalıb. Əslində təkrarı təməlində müəllim qoymalıdır ki, məsələn, bu gün bu dərsi keçdik, dərsin testini gələn dəfəyə verəm. Mən məcbur olurdum ki, həmin dərsi təkrar edeyim, daha sonra onun testini yazım. Və qəbullara gələk. Demin ümumiyyətcə sual bazasında biz bilirik ki, suallar kompüterə yüklənir və oradan yəni random bir şəkildə demək olar ki, çox sualı kompüter seçir. Daha sonra bunkerlər suallar üstlərində işləyirlər. Və demin bazasında olan suallar əslində onun keçmiş illərdə qəbullarda istifadə etdiyi suallardır. Yəni biz Gülnarə müəllimə ilə başlamışdıq ta 2010-cu ilin qəbullarına. Təsəvvür edin bir dənə. 2010-cu ildə mənim 2 yaşım var idi. Yəni o vaxtın qəbullarından başlamışıq. 2025-ci ilin qəbullarına qədər bir çox qəbula həm dəfələrlə evdə özümüz yazıb baxmışıq, həm də imtahandan bir neçə gün qabaq onlaynda, yəni müəllimə ilə müzakirəli şəkildə baxmışıq. Neçə dənə sual yəni oradan oxşar düşmüşdü. Yəni deyim, əvvəlki illərdə istifadə etdiyi qəbul imtahanların dönüb digər illərdə də istifadə edə bilir. Çünki yəni bunlar demin öz bazasında yerləşmiş suallardır. İstifadə olunması da çox normaldır. Yəni əvvəlki ilin qəbullarına biz demək olar ki, çox fəndə rastlayırıq. Bunlardan biri də tarixdir. Yəni əgər tarixdən nəticənizi biraz artırmaq istəyirsinizsə, öncəki illərin qəbullarına mütləq şəkildə göz gəzdirin. Oradakı səhvlərinizə nəzər salın və bir qəbulu bir dəfə işləməklə öyrənib bitirmək olmur. Mütləq şəkildə o qəbulu bir neçə dəfə işləyin və imtahandan 1-3-4 gün qabaq da yenidən o qəbullara göz gəzdirin. Elədiyiniz səhvləri analiz edin ki, sabah qəbul imtahanına gedəndə eyni sual ya da onun çox bənzəri bir sual sizin qarşınıza çıxsa, ona cavab verə biləsiniz. Bir də heç bir şəkildə düşünmək olmaz ki, mən riyaziyyat öyrənə bilmirəm, mən coğrafiya öyrənə bilmirəm, mən tarix öyrənə bilmirəm. Çünki mən də belə düşünürdüm. Yəni 2 il müddətində həmişə özümə demişəm ki, Nərgiz sən tarix öyrənə bilmirsən. Nərgiz tarix sənin üçün uyğun fən deyil. Yəni bunu özümə bu şəkildə qəbullandırmışdım. Tarixin adı gələndə həmişə üzümü turşudurdum. Zarafata deyirdim ki, universitetdə də tarix dərsi görəcəm, istəmirəm mən tarix görmək. Yəni mən tarixi o dərəcə sevmirdim. Amma sonra başa düşdüm ki, yəni o bir ay ərzində mən həqiqətən tarixi öyrənməyə çalışanda gördüm ki, öyrənə bilirəm də, bu yəni olurmuş. Əgər mən ona bir ayı tarixi səhv eləməsəydim, onu öyrənməyə cəhd göstərməsəydim, bəlkə universitetdə 1-ci kursa başlayacaqdım və tarix dərsi tədris olunanda məndə hələ də o fikir qalacaqdı ki, Nərgiz sən tarix öyrənə bilmirsən. Yəni mən bilirəm ki, əgər bir neçə ay daha vaxtım olsaydı, o öyrənmədiyim boşluğumda olan mövzularda öyrənsəydim, yəni kifayət qədər yüksək nəticə göstərə bilərdim. Təəssüflər olsun ki, mən düzgün müəllim seçimini, düzgün tarixə, düzgün fənnə yanaşmanı çox gec öyrəndim. Əslində bir ay içində 41 bal hər hansı bir fəndən artıq çox böyük bir nəticədir. Hətta ki, uşaq 0-a yaxındırsa, yəni 6 bal demək olar ki, 0 bir nəticədir. Ortada heç nə yoxdur deməkdir. Amma
Əgər daha öncələr başlasaydım, əminəm ki, tarixlə də normal şəkildə öyrənib normal bir bal toplaya bilərdim. Buna görə də sizə deyirəm ki, nə qədər gec deyil, 9-cu sinifdə oxuyursunuz, 10-cu sinifdə oxuyursunuz, heç bir şəkildə heç bir fənni özünüzdə kompleks halına gətirməyin ki, mən riyaziyyat öyrənə bilmirəm, mən tarix öyrənə bilmirəm, mən ədəbiyyatı başa düşmürəm. Bu şəkildə kompleksləri özünüzdə yaradıb, nə gələcəyinizi, nə də xəyallarınızdan özünüzü məhrum eləməyin. Yəni deyirəm, mən əgər tarixdən o balı toplamasaydım, mən indiki balımla istədiyim iqtisadiyyat ixtisasına qəbul oluna bilməyəcəkdim. Yəni keçidə çox yaxın bir bal toplamışdım. Onu dəfələrlə artırdım ikinci imtahan. Yəni 61 bal artım nə deməkdir? Yəni mən əvvəlki balıma baxıram, görürəm ki, Nərgiz, sən bu balla heç nə edə bilməyəcəkdin. Buna görə də nə qədər ki vaxtınız var qarşınızda, 1 il, 2 il, 5 ay, 3 ay. Yəni həmin o zamanı elə dəyərləndirin ki, gələcəkdə heç bir şəkildə peşmançılığını çəkməyəsiniz və deməyəsiniz ki, ayda vaxtında eləsəydim, vaxtında üzərinə düşsəydim, əslində mən eləyərdim. Bunu deməmək üçün, yəni ən qısa müddətdə başlayın. Çünki mən çox kommentarlar görürəm, videolara yazırsınız ki, 9-cu sinifəm riyaziyyatım çox zəifdir, hazırlaşmaq istəmirəm, qorxuram, ikinci qrupa vermək istəyirəm, amma çəkinirəm. Dostum, 9-cu sinifsən və qarşıda sənin 2 il müddətin var. Lap deyək sıfırsan, toplama da bilmirsən. 2 il müddətində sən riyaziyyatı başdan ayağa qədər öyrənə bilərsən. Mən səni vəd eləmirəm, ola bilər ki, riyaziyyatı çətin başa düşürsən. Razıyam səndən, mən də tarixi çətin başa düşürəm. Amma sonunda başa düşürəm də. Bir insan əgər buna 1 saat ayırıb öyrənirdisə tarixdən bir mövzunu, mən ona 4-5 saat ayırıb öyrənirdim. Gecə saat 11-də onlayn dərsimiz başlayırdı. Mən başlayırdım günorta 4-dən, mamam işdən 4-də gəlirdi. Mamamı qoyurdum qabağıma 4-dən 11-ə qədər, yəni başlayana qədər o qədər çox danışırdım, oxuyurdum o kitabı ki, yəni yadımda qalsın. Yəni mən də tarixi gec başa düşürdüm, amma bundan barışmırdım. Ən azından özünüz üçün nəsə eləyin və sonda deyin ki, mən yoxladım, mən elədim, alınmadı. Mən o imtahana gedəndə özümdən son dərəcə arxayın idim ki, Nərgiz, sən 1 aydır, demək olar ki, hər günümü tarix ayırırdım, düzdür, bizim həftədə dərslərimiz 3 dəfə idi onlayn şəkildə. Amma mən hər günümü tarixə ayırırdım, hər gün tarixlə məşğul olurdum ki, yəni nəyisə əldə edə bilim. Mən o imtahanın qapısından girəndə dedim ki, Nərgiz, sən əlindən gələn hər şeyi eləmisən. Yəni sonuna qədər əlimdən nə gəldisə, 1 ay ərzində mən onu həyata keçirdim. Mən əlimdən gələn hər şeyi eləmişəm. Bundan sonrası məndən heç bir şəkildə asılı deyil və yenə tarixi axıra saxladım. Coğrafiyanı yazdım, riyaziyyatı yazdım. Sonra açdım tarixi ki, məqsədim orada 6.5 balı keçmək idi. O kitabçanı açanda tək məqsədim əvvəlki imtahanda topladığım 6.5 balı keçməkdir. Yəni mən 7 balda toplasam, 8 balda toplasam, 18 balda toplasam, deyəcəkdim ki, ən azından əvvəlki nəticəmi keçdim və 1 ay qabaqki Nərgizdən daha çox topladım. Yəni, bilirdim çox əziyyət çəkmişəm, mən də yüksək bal gözləyirdim. Amma deyəcəkdim ki, ən azından mən yoxladım və alınmadı. Həqiqətən də tarix mənlik deyilmiş deyəcəkdim. Çox yanıldım, yəni o tarix vərəqi yoxlayanda inanırsınız, imtahandan çıxan kimi birbaşa yoxlamaya getdim. O an yəni sevincimin həddi hüdudu yox idi da. 1 ay boyunca hər gün deyirdim ki, imtahandan sonra düzələcək, imtahandan sonra eləyəcəm. Həyatımı bir anlıq dondurmuşdum və hər şeyi imtahandan sonraya saxlamışdım. Məni o tarix nəticəsi o qədər sevindirdi ki, təkcə tarix balımın artımını hesablayanda, yəni bildim ki, kifayət qədər bal toplamışam, kifayət qədər artırmışam və bunların hamısı sadəcə yəni 1 ay ərzində həftədə 3 dəfə tarix dərsinə qoşulmaqla oldu. Buna görə də yəni xəyallarınız üçün heç vaxt gec deyil. Özünüz üçün düşünməyin ki, 1 ay qalıb heç nə eləyə bilməyəcəm. Çünki maydakı Nərgiz belə düşünürdü. Düşünürdü ki, 1 ay qalıb 6 bal yığmışam, heç nə əldə edə bilməyəcəm. Bu şəkildə düşünürdüm. Bilirdim ki, mən tarix oxumayım, ancaq coğrafiya riyaziyyatla məşğul olum. Onları artırım. Başa düşmürsünüz ki, coğrafiyanı mən hər iki imtahan 27 düz yazmışam. 27-dən 30-a qalxmaq 6 baldan 47 bala qalxmaqdan daha çətindir. Mən birinci imtahan tarixi 2 düz yazmışam, ikinci imtahan 15 düz yazmışam. Yəni 2-dən 15-ə qalxmaq daha asandır. Nəinki 27-dən 30-a qalxmaq. Və imtahanda əslində bilikdən daha çox rol oynayan şeylər də var. Ola bilər ki, siz o sualı bilirsiniz, amma cavab verə bilmirsiniz ya həyəcandan, ya hər hansı bir tərəddüddən. Yəni mən coğrafiyada bunları çox yaşadım. Onun ayrı bir videonun mövzusudur. Coğrafiyadan gələn dəfə danışacağam. Amma sırf 30 yazmaq üçün, 29 yazmaq üçün o fənni mükəmməl bilmək bəs eləmir. Həm stresi idarə etmək, həm həyəcanını idarə etmək, həm koddaşdırmanı düzgün aparmaq. Yəni bizim hazırda o uşaqlar var idi ki, 30-u sırf bir koddaşdırma səhvi ilə ya da bir yanlış koddaşdırma səhvi ilə qaçırdılar. Yəni 30-a 30 yazmaq çox çətindir.
bir çox faktor orada rol oynayır. Əgər mənə hər hansı bir sualınız varsa, aşağıda kommentlərdə yönləndirə bilərsiniz. Hər birini oxuyacağam və çalışdığım bütün kommentarlara cavab verəcəm. Unutmayın ki, yəni heç nə üçün gec deyil, heç vaxt gec deyil. Əgər mən bacarmışamsa, mənim kimi tarix bilməyən, tarix başa düşməyən, potensialı, yəni tarixdən sıfıra bərabər olan bir insan belə bunu bacarıbsa, siz 100% bacararsınız. Ona görə də heç bir şəkildə narahatçılıq keçirməyin. Mənə suallarınızı vermədən çəkinməyin. Günləri mənimlə də kim əlaqə saxlamaq istəsə, onun qruplarına qoşulmaq istəsə, mən əlaqə üçün lazımlı şeyləri aşağıda yerləşdirəcəm. Çünki məndən çox soruşursunuz ki, tarix müəllimin kim oldu, uğur qazanmağımda kim sənə dəstək oldu, məndən tez-tez soruşursunuz. Ona görə də əlaqə üçün lazım olan bütün vasitələri aşağı yerləşdirəcəm. Oradan əlaqə saxlaya bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, video xoşunuza gələr. Bundan sonra blok fənləri haqqında ayrı-ayrı videolar gələcək. 11-ci siniflərə ümumi məsləhətlər gələcək və izləmədə qalmağı unutmayın. Gələn videolarımızda görüşənədək.